Və Həzrət İmam Sadiq ağa demişkən, tələsməyin dost deməyə. Tələsməyin. Məndən sizə tövsiyə. Demirəm bədgüman olun ha. Dost özün göstərəcək. Dost. Gəl dost olaq. Bundan dost olmuyor. O uşaqlıqda olurdu. Uşaqlı oynayırdıq evimizlə. Gəl dost olaq, sırdı əlvi dost olduq. Belə dost oldular. Uşağıq biz. Dostu zaman dost edir. Dostu o əziyyətlər dost edir. Bəlalar dost edir. Çətin günlər dost edir. Asayiş dost edir. Dostu bu dost edir. Görün İmam Sadiq nə deyir indi? La təsummə ər-rəculə sadiqən. Bir nəvəri görən kimi dost demə. Neyim ağacan? 3 dənə imtihan elə. Nədir? Buyur. Fətənzur qəzəbəhu yuxrucuhu minəl haqqı iləl batil. Bax gör qəzəblənəndə haqqı atıb batilə qaçır. Qəzəb vaxtı bax ona. Səbirli vaxtı, həlim vaxtı baxın. Qəzəblənəndə gör neynir. İnsanın qəzəblənəndə adı içi çıxır çölə. Baxışmalı, budur bu. Buymuş ki bu. Qəzəblənəndə. Bax gör nə danışacaq. Görsən qəzəblənən kimi oturdu başladı danışma. Filan kəsin mən adam eləmişdim. Salam aleykum. Filan kəsin getdi. Təzdən başla. Nə qədər xərcləmişdin ha? Bir 30-40 min pul tökmüşdün də olsun. Getdi onlar. O mən adam eləmişdim. O minnətlə Allah dedi sağ ol. O minə getdi. Danışdın da onu. Da mənə nə istəyirsən ki sən? Ya məsələn elə ki qəzəbləndi, başladı onun sirlərini danışmağa. Bunu bilirdi axı onu. Başladı onun eyiblərini danışmağa. O başqasından eləyirsə səndən də eləyəcək. Belə arxain ol. Odur. İndi səndən qəzəblənməyib deyənə sənə belə deyil. Həzrət İmam bir meyar qoyur. O dost ki deyir, ses düz. İndə qəzəbihi. Qəzəblənəndə bir daha baxın ona qıraqdan. Vəziyyəti tutucuz. İndə qəzəbihi. İkinci nədir? İkinci buyur, ində dinar və dirhəm. Pullu vaxtına baxın. Görün neynir. Lazımdır gözləyə bu milyon olsun, sonra bu imtihan eləyər. 5-10 manatlı da bilərsiniz o kimdir. 5-10 manatlı da bilərsiniz. Adamın o hərdən böyük danışanlar olur. Falan kəsin milyonu var xərcləmir. Sən heç 1 manatın var, niyə 10 qəpiyini xərcləmirsən? Sən 1 manatda 10 qəpiyi xərcləmirsənsə, milyonda heç vaxt 100 manat xərcləyəcəksən. Belə möhkəm danışma. İndə dinar və dirhəm. Bax gör pulda neynir? 2 İmam Sadiqin yoxlaması. Üçüncü də buyurdu səfər vaxtı. Səfərdə qəşəngdir də, səfərdə də adam biraz sıxırsan, biraz boğursan özünü, bir dənə ayə deyirlər, dayanırsan, bir dənə hədisi qüdsi axır partlayırsan, sağla, bu ayəni saxla, hədisi saxla, ürəyim partladı mənim. Səfər, o 15 gün ola, 20 gün ola, ziyarəti Kərbəla, həcc. Həcdə qaydanda gör nə baş verir bəzilərində, gör neynir, nə oyun çıxardır. Ona görə dost üçün tələsməyin, dost demək üçün tələsməyin.